Demək olar bu gün Cünay Samedin videolarına baxacağıq. Keçən səfər Cüney Rəhmin videolarına baxanda həqiqətən o videonu çox sevmişdiniz. 92 min izlənmişdi, 5000 6000 də like almışdı. Mən də deyirəm ki, bu gün digər yumoru olan blogerlərdən biri olan Cüney Samedin videolarına baxaq. Əgər Cüney Samedin videolarına daha çox baxmamızı istəyirsə, bu videoya bir dənə like atmağı unutmayın və onun TikTok və Instagram hesablarını da açıqlamalar qismində görə bilərsiniz. Gedək görək həqiqətən yumoru var imiş mi? Bana gördüyüm qədərilə çoxu deyəsən Məhəmməd Əli Həsənovdan olan videolardır. Görək nələr olacaq başımıza. Durduq yerə qızlar. Burası çok qəşəngdir bu kim? Ne olub? Bu kimdir? Bu mənim 20 il əvvəlki məktəb. 20 il əvvəlki məktəb şəklindadır lan. Sən neçə yaşın var ki 20 il əvvəlki məktəb şəklindadır? Sən motormusuz? Nə əlaqə uşağam mən orada. Mən bilirəm hər şeyi, mən yalan deyə bilməm. Hara qaçırsan? O adı yadımdan çıxmış, tanımıram mən onu. Həyatım mən sənə demişdim, axşam uşaqlı dostumla görüşsəm Elvinlə. Uşaqlıq dostun yoxsa mən? Nə əlaqə? Belə bir sual yoxdur. Uşaqlıq dostun yoxsa məndə də la. Elvin yoxsa mən? O dostumdur, sən sevgilimsən, nə əlaqə? Mən bilirəm, sən həmişə Elvini daha çox istəmisən. Yenə Elvini daha çox sevmirsən deyəcəyin gözləyir. O oğlandır qardaş, onunla özümün yerini bir tutursan. qaçır bu. Allah ki bu qədər qaçansansa get yarışaza da get qaçın. Yenə nə oldu? O video baxmamışam, mən dediyim eyni şey dedi. Bunun başı xarabdır. Allah ki bax ki mən də qaçsam, canım tutansın bundan. Qaçsan yaxşı elə qardaşım Allah ki. Bilmirəm bunun səbəbi nədir? Bunun iki səbəbi ola bilər. Ya həqiqətən trip atmağı xoşlayırlar, ya da ki Samsung. Xiaomi. Samsung Xiaomi indi, Nokia. Nokia zəhqəs gedir ki, ümumiyyətlə. iPhone gələcək. iPhone-cu uçmalıdır oradan. iPhone. Dedim də. Biri yazıb ki yorumlara Xiaomi Samsungdan qat-qat yaxşı saxlayır. Ay bu bunun nə əlaqəsi var? Telefondur da, yəni. O sən istifadə eləməyə baxın. Zaten çoxu zaten 5000 mAh-dir. Nətər saxladığın zaten amperinə baxıb görə bilərsən də, yəni. iPhone is best. Ay bəs sən Allah false tuskas. iPhone 7 Pro Max ən güclü optimizləşdirici batareya ilə gəlir. Qardaşım sən reklam eləmək üçün ad deni göndəriblər bura. Bizim telefonum orada düşsə nə edərsən? Bura düşsə heç nə edəcəm, götürəcəm. Necə götürəcəksən? Adam kimi əlimi salıb götürərəm. Birdən əlin girməsə? Əlim girməsə dəmiri qaldıraram. Birdən dəmir qalxmasa? Dəmir qalxmasa kinoda görmüşdüm. Belə kəllə vuraran dəmir sınar götürüb məzərərsən sən mənə. Necə götürəcəm? Qalacaq telefonu götürəməyəcəm günə. Nə etmək istəsən? Necə yəni telefonum orada qalacaq? Yəni bu demək ki sən mənə dəyər vermirsən. Mənim əşyam orada qalacaq. Günay bax sən həmişə beləsən. Bezdim uşu mən səndən. Bu sefer özü kaçır. Yaxşı elə valla kaçmazsan sən həqiqətən. Canfeza APK versiyon. Canfeza kimdir la? Canfeza kimdir ki? Gözlə bir dəqiqə araşdırma eləyəcəm. Hə şey, Günay buna oxşadıblar. Hə ola bilər, nə bilim. Durduq yerə qızlar. Məhəmməd. Full videolar ancaq durduq yerə qızlar, də bu nə? Məndə nə dəyişiklik istəyirsən? Ha? Nə dəyişiklik istəyirsən? Biraz kilo şey. Düymən qırıl. Abi zaten bir dənə dəyişiklik ola bilər, o da saçda ola bilər də. Yəni maksimum nə dəyişiklik ola bilər? Təzə sırğalıb deməyəcək ki, təzə sırğalmışam. Saçında ola bilər də maksimum. Günay Allah haqqı onu verdim Günay. O nə var? Bu qızı tanıyırsan? Abi bu kimdir Günay? Şəklini like elədiyin qızdır da. Camaatı qızı tüp etirmişsən. Manyaqsan sən. Onu like eləmişdin, deməli məndən qəşəngdir, hə? Ay Günay sən qəşəngsən mən tanımıram onu. Yalan deyirsən, mən səni bilirəm. Ay da Günay ara getmə xəsim. Ay nə qəşəng rol açırlar, həqiqətən çox qəşəngdir. Belə eləyən qıza yəni can qurbanı Allah yəni yaxşı şey eləsin yəni. Maşın vurucu indi səni gəl bura. Ay da güllərin iyinə bana qəşəngdir vurdu. O güllərin iyi deyil, mənim ətrimdir. Ha, gülün də iyi gəldi ona görə etdim. Amma mən sən gülün deyiləm onda, mənim iyimdir də. Ay yox o sən də gülümsən, prosta onun da ətri vardı ona görə. Onda get o dipçəyi yanında gəzdir. Günay. Qardaşım səhv elədi. Onda deməliydi ki, ən gözəl gül sənsən kimi bir şeylər deməli. Mən də çox bilmirəm. Məndən də tövsiyə alınmaz da yəni. B12 əksikliyi olan o qız. Günay telefonum sönüb bir dənə və telefondan yığımda dostuma. Ay bu nədir? Ayda o telefonu yerinə ştativ götürmüşəm. Ayda sənin beynin harda day qız? Siz Burada nömrəni deyin, bax. mən qeyd edirəm. Bir dəqiqə gözləyin, yazın nömrəni. Ah, telefon kafedə Günay unutdum. telefon qulağındadır. Günay telefon qulağındadır. Beynin ay Allah bu qız nüşbər idi. Mən gəldim. Xoş gəldin. Prosta sən Padroqandan gəlməyəcəydin? Gəlmişəm də bu da. Sən qardaşımı çağırmışam. Budur sevgilər. Ay Günay sən nə edirsən? Sənin problemin nə qardaş yox. Ay yox Zibel. mən. Allah. Altın qoy. Günayla niyə ayrıldın mənim? Neçə vaxtdır problemlərdən qaça bilmirəm. Məncə yaxşı eləmisən. Günay olsaydı qaçardıq. Qaçardı. Ne şakıda kapısını başladı çalın. Var ola. Günay deyil o. Hara qaçırıyım? Niyə qaçır? Günay. Gəldim.
Günay, o şam nə dələ? Astroloji falımızda deyir ki, bu şamı 3 gün açıq havada yandırsan biz barışacağıq. Şamla? Hə. Yaxşı, barışdıq. Söndür onu. Gəl gedək. Bu qız lap beşbətər olub ki. Ay sen bu görədən sonra heç barışmamalıdır. Kardeşim bazı kaçmalıdır o tarafa. Necə yadımdan çıxdı? Nə oldu? Nə yadından çıxdı? Kaşlok telefon nə oldu? Yadımdan çıxdı. Bu Nə oldu? Sən də demirsən. Nerede? Ne yadından çıxdı? Hamada vurmaq. Məzələn sən mənlə. Yox. Bence şifayət qədər narahat olması bir mövzudur. Gedə bilərik. Ürəyim düşmüşdü ya, Allah'ın olsun. Orada ulduz var. Harda? Orada. Ne Gözünü tut- tut. Arzu tut. Hə, tuttum. Ne tuttun? Arzum deyəndə gerçək olmur axı. Ne tuttun? Fenerbahçe qalib olsun. Ama ben yok arzu tuttum Fenerbahçe. Adı yox, səni niyə tutum, arzunu tutmalıyam mən? Orada deməliydi ki, səndən sonsuza qədər bir yerdə olmağı arzulayıram deməliydin. Onda bu nə səsdir la? Niyə yazıb ki, hələ bürüzlərə olan aşırı inancları 67 liramla cavab yazıb. Bütün bürüzlərə inanan qızlar yığışıb bu dəqiqə qaqaşı kommentində sən öl verir. Bu arada sən bilən söz demək həqiqətən əvvəllər Məmməd Əli Həsinovu təzə tanıyanda bu qızın həqiqətən sevgili olduqlarını düşünürdüm. Sonra bir dənə sual-cavab videosunda elə bir şey gördüm, sonra olmadıqlarını gördüm. Keçən gün videoda şəkil əhcəsində danışmışam deyə bir çox insan elə bilir ki, mən şəkiliyəm. Amma düz bilmisiniz, mən şəkiliyəm, məktəbi də orada bitirmişəm, 18 yaşıma kimi də orada yaşamışam. Şəkil əhcəsində də danışa bilirəm. Yəni burada nə var ki, ləhcəmlə də qürur duyuram. Bu arada şəkillər sən göz uyum sözündən tez istifadə eləmir. Yəni bütün şəkillər bu sözdən acığı gəlir, çünki biz o sözdən istifadə eləmirik. Amma biz də belə danışırıq. İndi bilmirəm siz şirin bilirsiniz yoxsa yox. Bəli, uşaqlar, əslində danışa bilirəm və mən şəkiliyəm, düz bilmisiniz. Alın bu bilgini də neyinirsiniz eləyin. Al bu bilgiyi də nə yapıyorsanız yap. Çox bir şey maraqlıdır. Ləhcəsini dəyişdirib son dərəcə axıcı bir şəkildə necə elə danışırlar. Çox maraqlıdır yəni. Məsələn, Harun Məmmədova, Elnur Azada bax elə. Məsələn, hər ləhcə ilə danışırlar, heç dəyişdirmirlər falan. Məsələn, mən ləhcəm olsa, mən ləhcəm var görsən. Arada bir dənədən falan istifadə edirəm. Çox da bir ləhcəm yoxdur əslində baxanda. Ay Allah, Bakıya qar yağarmış. Aa, qar topu. Neyinirsən? Qar topu götürürəm. Olmaz, satılıqdır bu. Məsələn, siz qar topu satırsınız. Niyə məzələnim? Kar topu Hər var, yer hər yerdə qardır. kar var. 5 manat özü yox ver. Amma kar topu yoxdur. Bunu mən özüm eləmişəm, üzəlcəyimdə var. 5 manat. Birini götürsəm nə olacaq? 5 manat verəcəksin və pirəcəksin. Ay bu da günah səsindən qalın çıxır ha burada. Qar deyil. Hər yer kar, tamam kar topu deyil. Oyda dəhşət adam varsa. Çox məntiqli deyil əslində baxanda. Qardaşım, əziz seçib ona düzəldib də başa düşürsən. Prosta 5 manat güncü var baha oldu. Bazarını bağlama. O tərəfə. Bazarın bağlamaq. Bazar çox açıq idi axı. Bilirəm ki, siz kimsiz də adamlar edirsiniz. Siz kimsiz ki? Həqiqətən siz kimsiz ki? Bir gülüşün sanki şərabdır. Mən çox qəribədən Fidanın da videosuna baxmışdım. Baxmayıbsa buradan baxa bilərsiniz. İkinci kanalındaydı o. Yumor videoları attılar. Sonra random bir şəkildə beləsi bir video attılar. Çox qəribə dəqiqdir. Sevgililer günündə mənə nə alacaqsan? Bilmirəm ki, sən nə istəyirsən, denə, ona uyğun bir şey alım. Mən iPhone 16, Dyson. Bunları istəmirəm. Əslində bu münasibətdə bahalı toy, nişan, xına. Abi bu səs effektlərini qoymayın. Allah səs effektlərini qoymasanız daha gülməli olardı. Mənim səndən tək gözləntim odur ki, mənə Instagram parolunu verəsən. Yaxşı, problem yoxdur. Amma gərək sən də mənə öz Instagram parolu ver. Oy zibil. Vermə, istəmirəm. Gəl, istəmirəm. Qardaşım mən sənə əks tərəfə qaçmaq sadəcə Instagram parolunu vermək istəmirsən. Yetim samolyota gedikirik ya, nə vaxt tərpənirik? Çay o balacası, siz işdə bayaqdan düşmüşlər. Məsələn, sən də bir ciş bax aeroporta. İmkan verməzdik istəkan çayımızı dokunmamaq. Elə gedək, elə biz üstə otururuz. Gedədikdən samolyot orada, biz burada bu. Mən beynim yandı. Allah, bu indi şəkil ləhcəsidir, yoxsa Naxçıvan ləhcəsidir. 18 yaşındanam. Bir də oğlan zıtdan daş bilirsən ha sən. Oxumaq lazımdır. Oxu. Universitetə girdin deyə qəti sevinmə. Ancaq dərs ev. Saat 6 tamamda evdə olursan. Sənin evlənmə fikrin yoxdur ha baba. Universitet oxudun, magistratur oxudun. Sən nə istəyirsən? Nəvə, doktorantur nereden çıxdı? Alim olasın ha sən. Nəvə, sən uje ev çörəyi yeyən yaşın. Baba, sən uje mənə yeyən yaşın. Damat 3-cü nəvəsinin qucağına alır, belə də bir insi qalır. Propatırlarda yığışdır. Çox mənasız məntiqsiz hərəkətdir. Həqiqətən belə eləyən ana həqiqətən ana deyil də, yəni başa düşürsən? Yəni bildiyin yəni evdən qovmaqdır da. Nə idi bu? Yəni bu qədər böyük, ondan sonra at hamara da. Yəni istəmirəm səni. Mən bu qədər baxmışam, biraz da başqası baxsın idi. Onu doğmayardı da, onda uşaq dünyaya gətirməyəndə. Bu nə deməkdir yəni? Sadəcə bir həvəs mi idi? Mənasız məntiq bir şey. 5 il görən Allah qəsəbəşən də. Ayda, deyirəm köhnə Novuz adətlərimiz var idi, bizim qız qaçırtmaq zat. Doğrudan maraqlı Uzatma. adətlər idi. Ayda. Deyirəm bəlkə biz də qaçaq. Niyə də yox? Qaçdı.
Ay Günay, elə qaçmaq demirəm. Günay yenə qaçdı bu. Amma mən sizlə fikirləşirdim. Qız qaçırtmaq zat deyirdi ya. Deyir, o da dedi ki, qəşəng alətləriniz var da, qız dedi də. Məsələn, qız qayıdıb niyə demədi ki, hansı qızı qaçırtmısan da elə bir aləti olduğunu bilirsən ya da sevirsən elə bir aləti. Elə bir şey gözləyirdim bu arada. Əminəm ki, zaten karyerası olan qadınlar heç evlənməyin çox da vezlənə deyil. Abala, heç olmasa bir dəfə şəklinə bax. İstəmirəm. Xalam deyir Rusiyyətdə biznesi var. Özdə təmiz Elə makyaj elə həqiqətən qoca oxşur ola. uşaqdır. Elə belə ailədən deyil ha. Ana, indiki dövrdə adamı tanımadan evlənmək olar. Ay qız nöş olmur. 28 yaşın var, hələ də oturmusan evdə. Xalan nömrəsini verib. Ola hər videodakı evlənməklə əlaqədardır. Bu nədir? Al gir WhatsApp-ına zadına bax. Al bax. Yaxşı, ver bura görüm. Bir dəfə belə baxmadan nömrəni əzbərlədim. Deyirdim biznesi var, hə? Hamı onun adını bilsən, nə yazıb? Rafiq pul atan, Rafiq borcu verməyən, Rafiq 50 manat, zəngi açma. Rafiq soxub qaçar. Qısqancdıq. Necəsən? Necəsən? Sağ ol, yaxşı. Mən indi tələsirəm, sonra danışarım. Tamam, hələlik. Biraz çox yaxınçılıq oldu ya. Nə yaxınçılığı, mənim dostumdur. Ay nə dost. Dostla öpüşüb görüşənlər mənzərələrsə qəqəsən. Da bu qədər də yoxdur la. Mən gəlib beyni dersiz deyil. Allah, yəni dostla öpüşüb görüşmərsən. Əşkisinsən gedir də söhbət. Hansı dövrdə qalmışıq, hə? Aa, salam Fatimə. Yaxşı, sən necəsən? Sonra görüşərik. Sağ ol. Elə bir çox səmimiydiniz. Salam belə vermədim, toxunmadım ona. Gördüm mən. Nə gördün, nə günah? Allah qəmişlər, başa düşürsən. Ayda mırtdaş özü oğlanla öpüşüb görüşür. Qız da necə əlinə belə toxunmadı. Gəlib burada deyir gördüm mən. Bir dənə dostum yazıb ki, mən evlənəcəyim qızın həyatında ilk oğlan olmasam evlənməyəcəm. Əgər sənin də həyatında heç qadın olmayıbsa, elədiyin düzgün bir şeydir. Amma olubsa belə bir şey istəyə bilməzsən. Mən ki səndən. Ancaq ciddi video çıxır qabağıma. O ki səndən. Təəssüf belədir. Hardan bildiyimi soruşmayın. Bir yazıb təzdən çəkin, qız qaçmalıydı axı. 35 yaşlı bir subay qalanında. Necə? Heç Mən gördüm. Bu nədir? Ay qızlar. Nə razısan? Mən istəmirəm. Sistemli şəkildə işləyiblər, bu nədir? 30 yaşım var, mənim. Tuz, çox de vallahi mən cavanam elə. Açıqlamaya yazıb ki, özü qorxmayın, 27 yaşım var. Heç də qalmayıb, sadəcə 3 ildən sonra bu video real olacaq. Dur mama qurban, saat 6-dır. Mama, saat 8-də daxı məktəb. Az dur deyirəm, geç keçəysən. Gic qızı gic. Ya, ziyan yığa bilmirəm. Olan o var. Mantik gibi də çıxarma ha. Al sumkamı da. Nə qəşəng görünür mənim. Kaldıqlarında batırma. Eynisi deyə. Sən kaldıqlarını batırma. Hə, yaxşı. Sən al. Oğlum, hər yer palçıqdır. Hə, gəlir ki evə. Batıb. Ay zibil. Ay mama, ölün qalmayasın. Abi bu dəqiqə yəni məktəb başlayan kimi yağış yağmağa başlar random bir şəkildə. Evə hava 40 dərəcədən 20 dərəcəyə düşdü bir anda. Günay, 5 aydır danışırıq. Hələ də yaşıva deməmisən, mənə. 20'lerdeyim. Necə yəni? 20'nin biraz ortaları. 24, Yok, 25, yok. 26, Yok bir. 2000'in ortaları. onda 23. Yok da dedim 20'nin ortaları. 29. Sən bu yaşıvı niyə kompleks eləyirsən? De görüm bu 20-nin ortaları neçədir? Deli diyenler kompleks. Deyirəm 20'nin ortalarındayım da. Mən bir şey başa düşmürəm. Qardaş, danışdığı ya da münasibətə girdiyin insanla ilk soruşduğun şey zaten yaşı olmalı. Yaşı uyğun deyilsə zaten yol almalısan da. Yəni ki 185'ten 95 çıx, alınan nəticəni də böl 3'ə. 185'dən 95 çıx. 185'dən 95'ə çıxan neçə? Çıxamıram bu dəqiqə. 90, 45, 45 eləyir. Eləyir mənim yaşım. Eda tupoysan ey sən. Ay qız, tupoy səni 20-nin ortaları 30 yaş eləyir. 30 elə bırak 45. 3'ə böl deyirdi. O 90'ı 3'ə böldük. Zibilə qalsın. Nəysə başım baxın. Rezet müəllimə salamlar. İllər sonra sevəcəm alanda. Həyatım, axşamın xeyir. Neynirsən? Çıxdın işdən? Bax sənə nə mən işdən çıxmışam, yoxsa çıxmamışam. Bax sənə nə mən nə edirəm. Hər şeyi sən belə soruşacaqsan, dəhşət səni. Bu nə münasibətdir? Belə şey olar? Yəni demək istəyirlər ki, əslində xoşlanacaq, prosto bilindirmirlər. Mən o zaman məni xoşlanır, bu arada yer gəlməsinə yəni. Bax bu səfər o oğlana üz vermir. Yəni çünki bir sənətə qarşısına qalır, yəni onu fikirləşir də o ki, əslində soruşmasa ondan soyma səbəbidir.
Sən çox danışmırsan onunla. Sən yuxarı Yoxsa çıxmasan. yenə 2 günə yox olacaq o birisi oğlan kimi. Yaxşı, narahat olma. Bu dəfə az danışacağam, üz verməyəcəm ona. 1 saat sonra məni yığ, deyəcəm ki, işim çıxdı, mən gedirəm. Ayda 5 saat necə keçdi heç bilmədim. O qədər maraqlı oldu ki, söhbət. Zəng gəldi sənə. Aminadır, boş ver. Bəlkə vacib zəngdir. Bir yaxdan 5 saatdır zəng gəldi özü. Bilmirəm, Amina niyə mən 5 saat yığır, işi boş ver. Bilmirəm indi biz bir il sevgili olduq. O birisi il nişan eləyərik, yoxsa birbaşa toy? Hansını istəyirsə eləyərik. Biz neçə uşaq düşünürsən? Neçə uşaq? Bizim neçə uşağımız olsun? Bilmirəm, neçə istəyirsən, neçə bacarırsan o olsun. Tamam. Neçə bazarasın olsun, bazarına can qırma. Mənim fikrimcə bu arada qızlar beləsinə qarşısındakı oğlanı çox sevəndə ya da çox bəyənəndə bu tipdə olurlar. Mənim bildiyim qədərilə bu arada. Dostum eynəyini evdə unudarsan. Səs ya bu gündədir la. Ay 2023 video sürür. Bu bizim çəkdiyimiz video oxşadı. Bu video indi görürəm. Bana Allah verin bu videonu əvvəl görməmişdim də. O bizim Raysa ilə çəkdiyimiz video var idi. Onu oxşayırdı. Shorts videosu. Bilmirəm, taparsınız. 500 min nə qədər izləmiş. Qadın olmaq. Neynirsən hə? Başa düşmədim. Gördüm mən. Qıza baxırdın. Əcəb eləyəm baxıram. Utanmırsan heç? Ay xanım, siz kimsiniz? Niyə qışqırırsan? Oy, refleks. Cəmaət dər olub. Qız da getdi olar, nəysə. Biraz ki bilmədim nə yazıb, birinci resepti yazırım. Üstdən yumurta, bir qaşıq duz ver. Sana deyirəm, bu daha çox xeyirli oldu da yəni. Uşaqlar, bizi təbrik edirəm. Çünki bir 14 fevralı daha rasxodsuz başa vururuq. Şimdiyə bir də fikirləşən ki, corab alım, üz qırxan maşın alım, yoxsa saat alım. Nəyə lazımdır? Gül kimi belə başa vururuq. Böyük uğurdu. Eşq olsun yalnızlara. Yəni də başa düşürsən, sən ona hədiyyəsi, o da sən alırsan. Yəni eyni şeydir də başa düşürsən. Ondan sonra öz hədiyyə və özü var, ondan yaxşıdır. Cünay, bir də sən telefonu ver də mənə. Gələn. Parolun nə idi? Köhnə sevgilimin doğum günü. Düz gəlmir axı parol. Gəlmir. zibil. Köhnə sevgilimin doğum gününü aldan Mən bir şey başa düşmürəm qardaş. Bu video tamamilə yalandır bu arada. Yəni sənin tipin, karizman ya da pul olmayandan sonra sən hay boyun olsun da yəni. Sən hər şey boyuna həll olsa nə var idi də yəni. Təcrübə danış. Məncə bu video bu qədərdir. Ümidəm sevdiyiniz bir video olmuşdur. Cünay Səmədin daha çox videolarına baxmanızı istəyirsə, bu videoya bir dənə like atmağı unutmayın. Ya da ki hansı bloqerin videolarına baxmanızı istəyirsə, onu yorumlar qisminə yazarsınız. Bu qədər. Gələcək videoda görüşmək üzrə. Sağ olun.